ümid edirəm ki, uğurlu və maraqlı bir gününüz oldu bugün. Və bu videoda biz sizinlə yeni bir mövzunu müzakirə edəcəyik. Mövzumuz le pronom sujet, yəni şəxs əvəzlikləridir. Bu mövzu çox sadədir əslində. Sadəcə bir neçə xırda və önəmli məsələlər var ki, onlara diqqət yetirmək lazımdır. Gəlin başlayaq dedikdə biz nəzərdə tuturuq mən, sən, o. Mən fransız dilində je kimi istifadə olur. Yəni je pronomu fransız dilində mən mənasını verir. Lakin siz bəlkə də fikir vermisiniz ki, bəzən o j və kimi də yazılır. Bu hansı halda baş verir? Bu o halda baş verir ki, əgər feildən, yəni feil haşla və yaxud vavul və yaxud saitlə başlayırsa, bu halda biz j apostrof istifadə edəcəyik. Məsələn, je cherche. Cherche feili axtarmaq deməkdir və bu saitlə başlamır, samitlə başlayır. Bu zaman mən je cherche deyirəm. Amma haşla və yaxud saitlə başlayan bir feil istifadə etsəm, bu zaman mən je əvəzliyindəki ö hissəsini siləcəm və onu birbaşa feilə birləşdirəcəm. Məsələn, j'habite. Mən yaşayıram. Çünki habite verbi haşla başlayır. Biz j'habite halında tələffüz edirik. Lakin əgər mən orada desəm ki, em feili və yaxud digər saitlə başlayan hər hansı bir feil, bu zaman da mən yenə də je-dəki önü siləcəm və onu birbaşa feilə birləşdirəcəm. Məsələn, j'aime. Düzdürmü? J'aime. Lakin bir məsələ var burada, çox diqqət edilməli məsələ. Bu yalnız je əvəzliyinə aiddir. Yəni tu, il, el və yaxud digər əvəzliklərdə biz bundan istifadə etməyəcəyik. Yəni bu qaydanı ora tətbiq etməyəcəyik. Yalnız je əvəzliyində bu hal önəmlidir. Sonraki əvəzliyimiz isə tüdür. Tu sən deməkdir və burada saitlə və yaxud haşla başlayan feillər yuxarıda dediyim kimi bu əvəzliyə aid deyil. Məsələn, tu habite deyəcəyik və yaxud da tu aime deyəcəyik. Burada heç bir şəkildə bu əvəzliyi feilə birləşdirməyəcəyik. Digər əvəzlik isə il və eldir. Azərbaycan dilində biz o deyirik və o dedikdə həm qadını, həm də kişini nəzərdə tuturuq. Lakin fransız dilində kişiyə il deyərək müraciət edilir. Yəni il dedikdə anlayırıq ki, danışan şəxs o, yəni kişini nəzərdə tutur. El dedikdə isə qadının nəzərdə tutulduğunu anlayırıq. Il və el. Cəm olan əvəzliklərdə, yəni bir neçə şəxsi bildirən belə deyək, əvəzliklərə isə nu, vu və il, el aiddir. Nu biz deməkdir. Məsələn, biz feili də dəyişəndə feilləri də əvəzliklərə görə dəyişməliyik. Yəni, məsələn, deyirəm j'habite, burada habite feili je-yə görə dəyişir. Düzdürmü? Və yaxud tu habites, yenə də habite feili tu-yə görə dəyişir. Amma nu-da yenə də feil nu-ya görə dəyişəcək. Nu-ya görə təsrif olunacaq, konjuge olunacaq. Məsələn, nous habitons deyəcək və yaxud da nous aimons deyəcək. Amma digər əvəzliyimiz isə vudur. Bax, burada diqqət ediləsi iki məqam var. Vu həm bu mənanı verir ki, biz deyirik siz, yəni qarşıda tutaq ki, 2 nəfər var və yaxud 3 nəfər var və biz burada deyirik vu, yəni siz və bu halda da istifadə edə bilərik. Hansı halda? Azərbaycan dilində dediyimiz kimi, əgər bir şəxs sizdən yaşca böyükdürsə və yaxud vəzifəcə böyükdürsə və yaxud sizin onunla rəsmi münasibətiniz varsa, bu halda siz vu əvəzliyini istifadə etməlisiniz. Yəni, buradan belə nəticə çıxır ki, tu sən deməkdir, vu isə siz deməkdir. Azərbaycan dilindəki kimi bunlar fərqli əvəzliklərdir. İngilis dilində bu o qədər çox nəzərə çarpmır, amma fransız dilində çox önəmlidir. Əgər sizin bir şəxslə münasibətiniz rəsmidirsə, çalışın ki, vu istifadə edəsiniz və feilləri də buna uyğun dəyişəsiniz. Digər əvəzliyimiz isə il və el cəmi bildirir. El isə qadın cinsində cəmi bildirir. Bir topluluqdur və orada həm kişi, həm qadın varsa və onları demək istəyirəmsə, onlar demək istəyirəmsə necə olacaq? Bu zaman biz il
əvəzliyini götürəcəyik. Yəni nəzərdə tutduğumuz onlarda həm qadınlar, həm kişilər varsa, o zaman il əvəzliyi götürülməlidir. Başqa bir əvəzliyimiz də var. Başqa bir əvəzliyimiz 10 əvəzliyidir. Və yəqin ki, siz bunu çox görmüsünüz, musiqilərdə eşitmişsiniz və yaxud yazılarda görmüsünüz ki, il və 10 əvəzliyi də var. Yaxşı, belə bir sual çıxır. 10 əvəzliyi nə deməkdir? Əgər biz deyiriksə, fransız dilində 2 cins var, qadın və kişi. Bəs 10 əvəzliyi nəyi təmsil edir? 10 əvəzliyi həmçinin kelkəni əvəz edir. Quelqu'un, yəni kimsə mənasını verir. Məsələn, deyə bilərsiniz ki, quelqu'un a sonné à la porte və yaxud on a sonné à la porte. Kimsə qapını döydü. Hər bir halda bu kimsə qapını döydü mənasını verəcək. Bu sizdən asılıdır. İstəyə bilərsiniz onu seçə bilərsiniz, istəyə bilərsiniz quelqu'un-i seçə bilərsiniz. Digər mənası isə les gens-dır. Les gens insanlar mənasını verir. Siz les gens-ı 10 əvəzliyi ilə də əvəz edə bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, les gens parlent français en Suisse və yaxud on parle français en Suisse. İnsanlar İsveçrədə fransızca danışır. İnsanlar İsveçrədə fransızca danışır. Okay? Les gens-la da əvəz edə bilərsiniz, onunla da əvəz edə bilərsiniz. Eyni mənanı verəcək. Bugünkü dərsimiz bu qədər. Bugün biz sizlə le pronom sujeləri müzakirə elədik, yəni şəxs əvəzlikləri müzakirə elədik. Əgər mənim dərslərimdə iştirak eləmək istəyirsinizsə, şəxsən məndən dərs almaq istəyirsinizsə, videonun açıqlama hissəsindən dərslərimə qoşula bilərsiniz. Bugünlük bu qədər. Hələlik, à bientôt.